Yaxşı. Bugünkü mövzumuzun adı Azərbaycanın geoloji quruluşudur. Geoloji quruluş deyəndə Azərbaycan bilirsiniz ki, keçmişdə okean altında olubdu. Sonra tədricən okeandan səthə doğru çıxıbdı, amma hansı hissələr birinci çıxıb, hansı hissələr daha sonra çıxıbdı? Bax, geoloji quruluşda bunu öyrənəcəyik. Keçmişdə Azərbaycan tək okeanın altında olubdu. Tədricən tək okeanın altından qalxdıqca birinci dağlarımız görünübdü ada formasında, daha sonra orta dağlıq hissələr, ən sonda isə düzənlik hissələr səthə çıxıbdı və bugünkü müasir halını almış olubdu. Həmişə geoloji quruluşda keçmişə biraz qayıdaq. Eraların adlarını yazıb o formada uşaqlara öyrədirəm ki, onlar üçün rahat olsun. Birinci başlayaq. Ən qədimdən cavana doğru. Arxey. Sonra gəlib nə? Proterozoy. Daha sonra gəlibdir Mezozoy. Ondan sonra gəlibdir. Bir dəqiqə bağışlayın. Paleozoy, sonra Mezozoy. Proterozoy. Paleozoy. Mezozoy və ən nəhayət, ən sonuncusu Kaynazoy erası gəlibdir. Yadımızda saxlayırıq ki, Azərbaycanda arxey və proterozoy yaşlı süxurlar yoxdur, X qoyduq. Bu dövrlərdə Azərbaycan suyun altındaydı. Ondan sonra gələk proterozoya, paleozoya. Paleozoyda Azərbaycanın ən qədim süxurları paleozoy yaşlıdır. Bax, bu dövrdə Azərbaycan başlayıb yavaş-yavaş su səthinə çıxmağa. Paleozoyda deyəcəyik ki, Azərbaycanda ikicə bölgə sudan yuxarıya qalxıbdır. Haradır bura? Deyirsiniz, Naxçıvanda Sədərək qalxması, bir də Kiçik Qafqazda Tovuz çay, Zəyəm çay, bir də Əsrik çay hövzələri. Əsrik çay hövzələri. Baxın, ikicə bölgə qalxdı yuxarıya. Gəlin, indi bunu rəngləyək. Azərbaycanda dedik, paleozoyda iki bölgə yuxarı qalxdı. Biri buradır. Sədərəkdir. Qoyun, biraz başqa rənglər əkləyim, sizin gözünüz yaxşı görsün. Biri buradır. Sədərək qalxmasıdır. İkincisi isə, baxın, bu hissəni görürsünüz. Tovuz çay, Zəyəm çay, Əsrik çay hissəsi. Bax, bu sudan yuxarıya qalxdı. Bunu biz həmişə hansı heyvana bənzədirik? Timsaha. Fikir verirsinizsə, timsah öz ovunu ovlamaq üçün suyun altında gizlənəndə birinci onun gözləri yuxarıda qalır da ki, sudan kənarda görə bilsin ovunu. Biz deyəcəyik, paleozoy yaşlı süxurlar timsahın gözləri. Baxın, Azərbaycanda cəmi bir bura qalxdı yuxarı, bir də bura. Timsahın gözləri desəm harada? Deyirsiniz, paleozoy. Yəni, bir oldu Naxçıvan ərazisində, bir də Kiçik Qafqazda Tovuz çay, Zəyəm çay, Əsrik çay hövzəsində. İndi Sədərək qalxması hansı rayona düşür? Adını deyəsiniz ki, düşür Şərur rayonu ərazisinə. Tovuz çay, Zəyəm çay, Əsrik çay hövzəsi isə Tovuz rayonu ərazisindədir. Tovuz. Bura qədər bir sıxıntı yoxdur, uşaqlar. Xeyr. Aha. Bura aydındırsa, indi keçək danışaq Mezozoy yaşlı süxurlarda. Birinci bu qıraqları silim ki, ekranda yazmağa rahat yerimiz olsun. Aha. Mezozoy yaşlı süxurlar. Birinci mənə Mezozoyun dövrləri kim kömək eləyərdi yazmağa adlarını? Nazlı deyə bilərsən, Mezozoyun dövrləri hansılardır? Euro yox digər. Qədimdən cavana saysaq. Kim bilir? Euro, Trios, Tabaqi. Trias yox. Onlar deyir. Hə, amma sırayla saymaq lazımdır. Birinci deyəcək. Trias, Yura, Təbaşir, Trias, bəli, Yura, Euro, daha sonra Təbaşir. Tabaqi. Aha, indi Mezozoya görə necə düzələcək? Birinci başlayıram Triasından. Deyirsiniz, Trias yalnız və yalnız Naxçıvanın dərələyəzindədir. Sizinlə Azərbaycan relyefini keçmişik. Bilirsiniz də hansı düzəndir, hardakı dağlardan söhbət edəcək. Triası sadəcə deyəcək, Naxçıvanın dərələyəzi. Всё, başqa Triası heç harda görməyəcəkdir. Daha sonra nə deyəcək? Təbaşir və Yura gəlir. Təbaşiri orta dağlıq zonalarda, orta dağ, Yura isə yüksək dağlıq zonalardadır. Yüksək. Necə yadda saxlayıram? Y yüksək, Y Yura. Yaxşımı?
Təbaşirə də qaldı orta dağlıq zonalar. Yəni, indi işarəliyik. Birinciyə qoyun təbaşirin işarəsinin rəngini yaşıl qoyuram üstünə. Yuranın işarəsini də açıq mavi qoyacağım. Bu da olsun bizim yuramız. Gəlin görək hansı ərazilərdədir. Birinci başlayaq yaşıl rəngdən, yəni təbaşir yaşlı süxurlardır. Təbaşir Azərbaycanda harda orta dağlıq ərazilər görürsünüz? Məsələn, Kiçik Qafqazda bu hissədə orta dağlıqdır. Böyük Qafqazın bu hissələri orta dağlıqdır. Bu hissələrə deyəcəyik. Bir dəqiqə bunu biraz aşağıya yendirim. Daha oxunaqlı olsun. Bax belə. Bu hissələr bizdə orta dağlıq zonalardır ki, biz burada görəcəyik təbaşiri vəssalam, mezozoin təbaşiri. Yüksək dağlıqda isə yura görəcəyim. Bunda mavi ilə işarə edirəm. O 4000-dən əlaqəli zivərlər əzbərləmişdik. Bax, onların hamısına yüksək dağlıq ərazilər deyəcəyik. Yəni, baş su ayrıcı da görəsiniz. Yan dağ, belə deyim, yan silsilədə bir də sudur silsiləsinin olduğu hissələrdə. Bax, bu hissələr mavi ilə işarə elədim. Murov dağda, yüksək dağlıq hissələrdə biz görəcəyik yura yaşlı süxurlar. İndi isə danışaq Kaynazoyda. Bura qədər bir qaranlıq yoxdur. Yox. Aha. İndi ekranı təmizləyirəm ki, Kaynazoy biraz genişdir, qarışıqlıq olmasın, rahat görəsiniz. Zaten bunların hamısını videoya alıram. Atacam qrupda qeydlərinizi rahat eləyəsiniz. Yaxşı. Aha, danışdıq. Kaynazoy. Kaynazoyun dövrlərini kömək eləsin Hümbət. Hümbət hansı dövrləri var Kaynazoyun? Paleogen idi, antropojen, onda deyil. Aha, Paleogen. paleogen. Sonra, Neogen. afərin, neogen. Bir də ən sonuncu antropogen. Ən qədimdən başlayırıq da biz. Çünki qədim olan birinci gələn eradır axı. Bax, həmin dövrdə sudan yavaş-yavaş çıxır. Gəl görək nələr çıxdı. Paleogeni həmişə belə yadımızda saxlayırıq. 2 aşağı, 2 də yuxarı. Ay müəllim, bu 2 aşağı, 2 yuxarı nədir? İndi onların içərisinə keçək. 2 aşağıya deyəcəyik. Naxçıvandakı dağlar birincisi. Bir qoydum. Naxçıvanda, Zəngəzur, bir də Dərələyəz. Dərələyəz. İkinciyə, aşağının ikincisinə isə Talış dağlarında olan 2 silsilənin adını deyəcəyik. Birincisi olacaq Talış, ikincisi olacaqdır Peştəsər. İndi bunların yerlərini göstərək. Demək, deyəcəyik Naxçıvanın Dərələyəzi. Dərələyəzdə zaten mezozoy yaşlı var idi. Ondan sonra axı bura heç nə demədik. Artıq paleogenda bir balaca da Dərələyəz qalxdı. Demək, deyəcəyik Dərələyəz, bir də Zəngəzur silsilələri. 2 aşağının birincisi getdi. İkincisi isə Talış relyefində olan Talış üstündəki Peştəsər silsiləsidir. Üçüncü silsiləsində adı bura vardı da, onu da başqa yerə deyəcəyik. 2 yuxarı nə deməkdir? 2 yuxarıya deyəcəyik birincisinə. Böyük Qafqazın cənub-şərq qurtaracağı. İkinci yuxarı hissə isə Kiçik Qafqazın həm cənub-şərqin adını çəkəcəyik burada uşaqlar. Həm də burada deyəcəyik Şahdağ silsiləsini. Şahdağ silsiləsi. İndi bunları göstərək. 2 yuxarılar hara olacaqdır? Böyük Qafqazın cənub-şərq qurtaracağı bu zona, Kiçik Qafqazın cənub-şərq qurtaracağında bu zona, bir də Şahdağ silsiləsi. Bu hissələrdə də olacaqdır paleogen yaşlı süxurlar. Bir də təkrar edirəm. Paleogenə 2 aşağı deyirik, 2 yuxarı deyirik. 2 aşağılardan biri Naxçıvandakı Zəngəzur Dərələyəzdir. Talış isə Talışla Peştəsərdir. Böyük Qafqazda isə Böyük Qafqazın cənub-şərq qurtaracağı, Kiçik Qafqazın cənub-şərq qurtaracağı, bir də Şahdağ silsiləsidir. Bunlar bizim paleogen yaşlı süxurlarımız oldu. Silirəm, indi neogenindən danışaq. Aydındırsa silim. Yaxşı, demək, neogen yaşlı süxurlara keçək onda. Heç kimdən səs çıxmırsa, yəqin ki, aydın məsələdir. Elcan da gəldi. Aha, indi neogen yaşlı süxurlar. Neogen yaşlı süxurlara deyəcək xaç işarəsi olaraq yadda saxlayaq. Yazdım xaç işarəsi. Nəyə görə xaç işarəsi? İndi deyəcəyim ərazilərə fikir verərsiniz. Azərbaycanda elə bir sanki xaç işarəsi formasında dayanıbdır. Bu xaç işarəsinin qollarına aid olacaqdır. Qusar, maili düzənliyi.
Maili. İkinci zona olacaqdır. Abşeron. Qobustan alçaq dağlığı. Qobustan. Xaçın qollarından o birisi olacaqdır. Bayaq Talışla Peştəsər dedik axı Talışda. Üçüncü silsilə qalmışdı axı buro var. Bax bunu yazacağıq bura. Buro var silsiləsi. Bir də deyəcəyik Acınoğur. Acınoğur. Ceyran. Ceyran çöl. Hə, dəniz. Acınoğur Ceyran çöl. Gələk yerləri göstərək. Dairəyə alıram. Qusar maili buradır. Abşeron Qobustan zonası buradır. Bir də buro var silsiləsi. Bu bizim xaçımızın, belə deyək, bir dəqiqə düzgün seçə bilmədim. Bu bizim xaçımızın qolu olan hissə. Bir də Ceyrançöl, Acınoğur, Alçaq dağlığı. Bax, bu da gövdə hissəsi. Fikir verdinizsə, xaç işarəsinə bənzədir. Bu da bizim neogen yaşlı süxurlarımız idi. Neogenə aid bir qaranlıq məqam yoxdur. Yerləri bildik, hansı düzənliklər, hansı dağ silsiləsini əhatə elədi. Bir də təkrar edirəm, Qusar maili, Abşeron Qobustan, Burovar silsiləsi, Ceyrançöl və Acınoğur düzünü əhatə elədi neogen yaşlı süxurlar. Bunu silirəm və son olaraq keçirik antropogen. Antropogenə aid olan çöküntülər görək hansı zonadadır. Antropogende birinci var vulkanogen süxurlar, biri də var çökmə süxurlar. İki yerə bölünəcəkdir. Antropogen. Birinci başlayaq vulkanogen süxurlarından danışaq. Vulkanogen. Vulkanogen süxurlar adı üstündə vulkan püskürməsi nəticəsində yaranan süxurların cəmləşdiyi bölgədir. Ona görə deyəsiniz, bura aiddir. Ay müəllim, Qarabağ vulkanik yaylası. Bəs gərək ikincisi nə idi? Bu da antropogen mənşəli çökmə süxurların yayıldığı ərazilərdir. Bəs bu çökmə süxurları biz harda görəcəyik? Deyəcəyik ki, xəritəyə baxanda yaşıl rəngdən nə qədər ərazi görürəmsə, deyirəm bu antropogenin çökməsidir. İndicə görək yaşıldan nə görürəm? Samurdəvəçi ovalığını görürəm. Şollar düzün görürəm, Yaşma düzün görürəm, Şirvan düzün görürəm, Cənub-Şərqi Şirvan düzün görürəm, Mil düzü, Muğan düzü, Salyan düzü, Lənkəran düzü, gəldim buradan Gəyən, İncə, Hərami düzləri, Gəncə, Qazax, Qarabağ düzləri bu ərazidə. Demək, bu yaş bir də ki, Qanıq Əriçay düzənliyi, bu ərazilərdə bizim olacaqdır antropogen çökmə. Bir də Naxçıvanda olan düzənli zonalarımızda zaten antropogen mənşəli çökmə süxurlarda örtüləcək. Çünki çay çöküntüləri gətirib həmin düzənliklərin formalaşmasında böyük rol oynayıbdır. Bax, bizim Azərbaycanın geoloji quruluşu bundan ibarət idi. Danışdığımız yerdə bilmədiyimiz düzənlik, bilmədiyimiz dağ və ya eşitmədiyimiz ad varsa deyin gəlsin. Ya da qaranlıq olan bir məqam. Var. Hamının səsi bağlıdır. Mən qara dəlikdir. Elə boşluğa danışıram, səs gəlmir. Yaxşı. Narahat olmayın müəllimə, sizə cavab verər. Sən cavab verirsən. Aydındır hər şey. Bəli, bəli. Tamam. Recordingi dayandıraq. Aha. Uşaqlar, burada bizim neogen yaşlı süxurlar dedik. Hə, biz burada nələrin adını çəkməmişik? Bizim mezozoy yaşlı dövrdən bu yana, belə deyim, neft yataqlarımız vardı. Bunlar hansıdır? Baxın, bura yazaq. Mezozoy yaşlı neft yataqları. Bunların adı Muradxanlı və Molla kənddir. Muradxanlı, bir də Molla kənd. Molla kənd. Fikir verirsinizsə, hamısı da M ilə başladı. Muradxanlı Molla kənd yataqları mezozoyda yaranıbdır. Bunlardan Muradxanlıda neft yataqları qalır, hələ faydalı qazıntı vardı. Amma Molla kənddə deyəsiniz, Molla Fatihəsin veribdir. Yəni, artıq orada o qədər istismar olunub ki, həmin ərazidə neft qaz yatağı qalmayıbdır. Yaxşı, sadəcə adını öyrənirik. Azərbaycanın Xəzər tərəfdə, yəni şelf zonasında olan neft yataqları, bir də bu sahil zonalarda da Kür-Araz ovalığının Abşeron Qobustanda. Burada olan neft yataqlarının hamısı Kaynazoy yaşlıdır, yaxşımı? Kaynazoy erasına məxsusdur. Bir dənə mezozoya aid olan Muradxanlı Molla kənddir ki, o da Kürdəmirlə İmişli ərazisində yerləşir. Bunlar bir dənə mezozoy yaşlıdır. Qalan hamısı bizə Kaynazoy yaşlı olacaqdır. Bir də dördüncü dövr vulkanogen süxurlarını düzdür. Bayaq dedik Qarabağ vulkanik yaylası. Bəzən sınaqlarda salırlar.
Üçüncü dövrün vulkanogen süxurları. Üçüncü dövr vulkanogen süxurları deyəndə, burada Naxçıvanda Zəngəzur dərələri yazır, bir də Talış zonasını yazasınız, yaxşı. Buradakılar üçüncü dövrdür, amma Qarabağ vulkanik yaylasındakılar dördüncü dövrə məxsusdur. Belə, bu bizim dərsimiz idi. Çox da rahat dərsdir. Qəbula da buradan 3-4 dənə sual düşür, oxumalısınız.